Deyirlər Avropalılar salat hazırladı, adını qoydu Sezar. Bizimkilər isə salat hazırladı, adını qoydu çoban. Şahdan, xandan qoya bilərdilər. Nəysə, salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz milli mətbəximizin gözəl salatı olan çoban salatını hazırlayacağıq. Çoban salatı ümumiyyətlə bilənlər bilir, bilməyənlər üçün söyləmək istərdim. Necə olub yaranıb? Deyilənə görə bu çoban salatını çoban özü ilə bu tərəvəzləri götürərək, həmçinin pendiri götürərək gedir dağ başına, yəni qoyunlarıyla birgə və orada acanda bu salatı hazırlayır. Yəni xiyarı, pomidoru, soğanı, bibarı doğrayır və üzərinə göy təbii ki və pendirdən əzib tökür və bunu yeyir. Yəni bu da o vaxtdan elə çoban salatı adlanır. Deməli, əziz izləyicilər, bunun hazırlanması üçün bizə nələr lazımdır? Gördüyünüz kimi burada bizdə pomidor, soğan, xiyar, bibar, pendir, kim istəsə zövqə görə limon da sıxa bilər. Bu zövqə görədir. Yəni reseptdə yoxdur, kim istəsə. Təbii ki, duz və gördüyünüz belə gözəl göylərdən, yəni reyhan, kişniş, kim hansı göydən istəyir, üzərinə tökə bilər. Yəni göylərimiz gözəl Gəncə göyləridir. İndi ilk öncə əziz izləyicilər bu tərəvəzlərimizi hamısını doğrayırıq və qabımızda qarışdıracağıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bütün tərəvəzlərimizi doğradıq, üzərinə göyünü və zövqə görə limon sıxacağıq və qaba qoyub üzərinə pendir tökəcəyik. Bu bizim artıq çoban salatımız, milli salatımız, milli çoban salatımız artıq hazır olacaqdır və başlayırıq indi qarışdırmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi üzərinə də pendirimizi əlavə etdik və çoban salatımız, milli Azərbaycan mətbəxinə aid olan çoban salatımız hazır oldu. Onu qeyd edim ki, əziz izləyicilər, çoxları bunu hazırlayır ancaq pendirsiz. Elə oca artıq çoban salatı getmir. Sırf çoban salatı bax budur. Yəni üzərinə pendir tökülür. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videomuza da like qoyun. Sağ olun, salamat qalın.